Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir sualın izahını verəcəm. Sualın şərtində verilir ki, verilmiş funksiyanın əsas dövrünü, yəni ən kiçik müsbət dövrünü tapın. Bu sualı həll etmək üçün hansı qaydaları bilməyimiz lazımdır? Əvvəlcə, deməli, fx bərabərdir sinus üstü n kx üstə gəlsin b və fx bərabərdir kosinus üstü n kx üstə gəlinsin b. Funksiyalarının ən kiçik dövrü necə tapılır? Əgər n tək ədəd olarsa, bu funksiyanın dövrü t bərabərdir 2pi bölünsün modulda k düsturu ilə. N cüt ədəd olarsa, t bərabərdir pi bölünsün modulda k düsturu ilə tapılır. Tangens və kotangesdə n-in istənilən natural qiymətində dövr pi bölünsün modulda k şəklində tapılır. Deməli, biz bu sualı həll etmək üçün əvvəlcə ortaq vuruğu mötərizə xaricinə çıxartmalıyıq. Yəni, fx bərabərdir ortaq vuruq sinus 3x vurulsun kosinus 3x-dir. Mötərizənin içərisində qalır sinus kvadratı x üstə gəlsin kosinus kvadratı x. Oradan fx bərabərdir. Deməli, sinus alfa vurulsun kosinus alfa bizə 2-də 1 sinus 2 alfa verir. Bu eyniliyə görə buradan sinus 3x vurulsun kosinus 3x bizə verir. Deməli 2-də 1 sinus 6x. Mötərizənin içərisindəki ifadə də əsas trigonometrik eyniliyə görə bizə 1 verir. Deməli alınır 2-də 1 sinus 6x. Sinusun qüvvəti 1-dir, yəni tək ədəd olduğuna görə bunun dövrü t bərabərdir 2pi bölünsün modulda k. K-da burada x-in əmsalıdır, 6. 2pi bölünsün modulda 6 da bizə verir pi bölünsün 3. Cavab B variantı.